Uşaqlardan danışırıq. Uşaqların sağlamlığı bizim üçün önəmlidir, amma bəzən uşaq vaxtı biz yaşadığımız stresin, travmanın nəticəsini gənc yaşlarımızda görməyə başlayırıq. Mən həmişə Narınc xanım haqqında məlumat verəndə deyirəm ki, yaş məhdudiyyəti yoxdur. Yəni, siz bugün görəcəksiniz ki, həqiqətən də bizdə yaş məhdudiyyəti yoxdur. Çünki Narınc xanım üçün müraciət edən oğlumuzun 36 yaşı var. Yəni, kifayət qədər həddi buluğa çatmış birisidir və müraciət edir Narınc Psixologiya Mərkəzinə. Görən səbəb nədir? Bir video var, onu izləyək. Daha sonra da dəvət edək Nicat. Videomuz yoxdur. Nicat, o zaman yaxınlaşın zəhmət olmasa. Nicat Zeynalov burada. Nicat, gəl görüm, sənin nə problemi var? Narınc xanım, zəhmət olmasa, çünki sizə əmanət edəcəyik onu. Gəl, ciddi psixoloji narahatlıqların varmış. Eləmi? Məsələn, özdən mi qapanırsan? Depresiya olur, özümə Depresiya. Depresiya nəyə deyirsən? Bircə dəqiqə, gəl belə bir şey danışaq. Düşün ki, Narınc xanımın otağıdır. Düzdür, orada hər şey narıncıdır, burada biraz yox. Amma yəni burada öz eviniz kimidir. Narınc xanım oturubdur, səni qəbul edir. Narınc xanım, 3 dəqiqəlik qəbul prosesi keçirək. Buyurun. Mən bir dəqiqə danışdım, üzr istəyirəm. Keçən dəfə bir dəqiqənə izah... Bildi ki, nəyin var? Yox, mən nə istəyirəm? Mən istəyirəm, Nicat, bunu sən tut. Mən istəyirəm ki, evdə də analar oturub sənin kimi onlar var. Baxsınlar ki, ümumiyyətlə psixoloqun qəbulu necə keçir? Düzdür, bu 3 dəqiqə çəkmir. Bəzən 3 saat belə çəkə bilər, bəzən nadir hallarda. Amma qoyun Narınc xanım ilk dəqiqədə diaqnozunu qoysun. Narınc xanım, buyurun, sizi baş-başa buraxdım. Ümumiyyətlə, ən çox sənə hansı hallar narahat eləyir? İstəyərdim sən də bizə baxanlara da bunu paylaşasın. Özümə qapanıram, evdə otururam. Mikrofon. Özümə qapanıram, evdə otururam. Telefonlar avtomatik sönür. Harsa bu çəkir, 3 ayda çəkib. 5 ayda çəkib, biri 8 ayda çəkib. Artıq biz hesablasa bir təxmini 2 ildir bu varmı səndə? Belə hesablasaq 3 il çəkir də, heç isə 3 il. İlin müxtəlif vaxtında yatırsan, çox ruhsuz olursan, enerji. İşləmək istəmirəm, iş qabiliyyətim. İndi hal-hazırda işləyirsənmi? Xeyr, indi hal-hazırda... Narınc xanımın sualları qutarandan sonra mən də bir sual verəcəm. Çünki uzun müddətdə belə yatmaq, özünə qapanması təbii ki, işindən də olmasına bir həftə fasiləsiz belə yata bilərəm yəni. Və bir müddət sonra da yuxun qaçır və yatmırsan, daha yoxsuz. Bir həftə yatan adam yatmaz. Sonra da belə olur da, sonra depressiv nevroz başlayır. İstəyirəm ki, evdə neysə qıram dağıdam, evdəkilər görəndə adam əsəbləşir. Övladların var? Xeyr, subayım. Mən o sualı verəcəydim ki, evlisən yoxsa subay? Evli olsan deyəcəydim, odur səni depresiya salan böyründəki. Subaysansa bala, sən evlənmək istəyirsən, onun depresiyasını yaşa. Evləm subay olmağım yaxşıdır. Çünki evdəki adam mənim o halıma dözməzdi. Bax, düşünür onu. Sən onda evlənmək istəyirsən, evdəkilərə belə. Bir 3 ilə evlənərəm inşallah. 3 ilə? Niyə? Qarabağı köçənə kimi, özüm Qarabağlıyam. Köçəcəksən, böyük qayıdışın bir parçası olaraq. Toy da orada eləyərəm. Toy da Qarabağda. İnşallah. Alqış deyirəm, vallahi bu arzuya, bu niyyətə, bu daya, inşallah. İnşallah, Allah arzuna çatdırsın. Bu qədər düşüncəli. Valla. May ayında sevinirəm. May ayında biraz ayılmışam da bu çiçəklərə. Çox adam tərsinə olur da. Ayılar kimi qış yuxusuna gedir. May ayında ona görə ayılmışam mən. Abala, sən həqiqətən də qış ayları kimi, qışda yatırsan, yayda oyanırsan. Bir ay, o gün dedim ki, doktora dedim ki, kəpənələr kimi ömrüm qalır. Bir ay məni düzəltdi, bu may ayına kimi. Olmasa mən yenə yata bilərəm da, bu sentyabrə. Çox maraqlı vakadrama deyir ki, mənim kəpənək kimi bir ay ömrüm qalıb. Düzəltməsən yatacam yəni. Baxın, çox gözəl ifadə eləyir özünü, çox gözəl. Özünü tanıyır, diaqnozunu. Onda depresiya deyil, onda bipolardır. Bipolar nədir? Bi-2 deməkdir, polya qütb deməkdir. 2 qütblü insan. Bir əhval-ruhiyyəsi manikal vəziyyətdə olur, yəni çox əhval-ruhiyyəsi yüksəlir, həmin vaxtı deyər, gülər, şənlənər. Hətta bu dövrdə insanlar çox alış-veriş eləyir, şopomaniya tutur, çox almaq istəyir, çox yemək istəyir, çox içmək istəyir, çox gəzmək istəyir, hər şeyin çoxunu düşünür. Və bir müddət sonra sönmə başlayır, depressiv, manikal depressiv fazalar olur. Onda düşür depresiya. Yatmaq istəyir, heç bir şey gözü görmür, hər şey gözünə pis görünür, onun əhval-ruhiyyəsi düşür aşağı və bu fazalar bəzi adamlarda bir ayda bir tutur. Bəzi adamlarda 6 ayda bir tutur, bəzi adamlarda həftəlik tutur. Bəzi adamlarda isə gündəlik tutur. Təsəvvür edin, səhər durur, çox özün enerjik hiss edir. Deyir, indi bütün dünyanı mən yükünü çiynimdə daşıyaram. Gündüz olanda elə əhval-ruhiyyəsi sönür ki, deyir, mənə nə oldu? Hər şey girərdim bir yorğanın altı. Anidən halbahal olur. Onun başıdır. Bəli.
onun baş şeyini bəzilərinə göstərici. baxanda nisbətən rahatlıq var, eləmi? Çünki ondakı hal-hazırdakı problem əsasən ən çox özünü burada həyəcan, qorxu və depressiv əlamətlər görünüb. Onun problemi daha çox psixoloji, ruhəndir. Yəni şükür başında məsələn bir xüsusi pozuntu yoxdur, məsələn belə deyək də əqli geriliyi yoxdur, inkişaf problemi yoxdur, nitq problemi yoxdur, amma beyin çox oyanıqdır. Hal-hazırda manikal fazadadır. Ona görə danışır, gülür, əylənir. İndi əhvalı yaxşıdır. Birazdan düşəcək depressiv fazaya, bəli. Sən gələn dəfə depressiv olanda gəl bir sənə baxım görüm o fərq nədir? Onda heç evdən çıxmaz axı. Onda çıxmır. Tamamilə. Hətta yemək belə yemək istəməz. Toya belə getmirsən. Ən yaxın adamların toyları olub, üzr istəyir, vallahi getməmişəm. Həqiqətən normal halda çox ağlı başında, özündə, sözündə də. Və biz buna diqqət eləməliyik ki, bipolyarlıq ana xətti ilə keçən genetik bir pozuntudur. Çox ehtimal ki, onun ana tərəfini araşdırsaq vardır yaxın nəsildə və bu halda həm aparatla həyəcanın, depressiyasının bu hal-hazırda əhval, hal-bahal olur, onları düzəldəcək. Yəni düzəldə bilirik deyirsiniz. Bəli, bir də bərabərində psixoloji seanslar da keçəcək. Kəpənə ömrü, bir aya bitəcək. Bəli, ilkin bir ayla düzələcək və ayda bir il müddətində səni nəzarətdə saxlamalıyıq. Çünki bipolyarda hətta intihar girişimi belə ola bilər, depressiv vəziyyətdə. Ona görə də özünü qorumalısan, güclü olmalısan. Mən düşünürəm, evlən, övladın inşallah xeyir işini Qarabağda eləyərsən. Yaşın keçir, 36 yaşın var. Çox sağ olun, Aliyə xanım, sizə təşəkkür edirəm. Mən də təşəkkür edirəm, amma yaxşı ki, gəlmirsən, həqiqətən özünü bu cür ifadə etmək. Mən bunu səbirsizliklə gözləyəcəm. Çünki o necə var elə danışır. Gəlsin danışsın ki, müalicələrdən sonra nə hiss edir, özünü necə hiss edir, olduğu kimi bizə deyərsən. Çünki sənin kimi insanlar çoxdur, baxırlar, görsünlər, bilsinlər. Çarə varsa gəlsinlər də. Adam deyir. Buyurun. Narınç xanım, məsələ belədir. Mən gün çıxanda darıxıram. Özümü yaxşı hiss eləmirəm. Yəni ki, mənim bu iş qabiliyyətim biraz düşür. Yağış yağanda, daha yüksəlir. Yəni demək istəyirəm ki, mən gün çıxanda cəmaət çöldə olur. Mən də istəmirəm. İstəyirəm hamı evində olsun, otursun, ailəsinin yanında olsun. Amma yağış yağanda mən sevinirəm. Sənə qurban olum, ay Allah. Ayda iki dəfə bu yağış yağdır, yay aylarında. Xahiş edirəm. Nə gözəl. Metro həssas üstünə insanlarda elə olur. Hətta günəşin, hava temperaturundan əhval-ruhiyyəsi, baş ağrıları ola bilir. Metro həssasdır. Məndə psixoloji yoxdur, narahat olur. Hər şey əladır. Elə bir ki, yağış üstümə çilənir, mənə yaxşı olur. Yağış həm də bərəkətdir.